Bəlkə də daha öncə internetdə görmüsünüz. Belə bir bu formada aparatlar var və burada bu tip alüminium butulkalar və yaxud da plasmas butulkaları qəbul eləyir pula. Bu formada burada yeri var və butulkaları buradan göndərirsiniz. Plasmas, alüminium fərq eləmir. 2 butulkaya 1 zlot pis nəticə deyil. Demək bizdə 75 ədəd həm plasmas, həm alüminium butulkaya gəldi çıxdı 37 zlot 50 qroşu. Hər ikisinin də qiyməti 50 qroş təşkil eləyir. Həm alüminium butulkanın, həm də plasmasın Polşada. Bu sistem ilk yarananda təbiəti qoruyuruq adı ilə çıxmışdı. Amma mənim fikrimcə müştərinin cibinə girməkdən başqa bir şey deyil. Çünki bunun ən pis yanı da nədir? Məhsul rəfdə 1 zlot göstərirsə, kassaya gələndə 1.50 olur. Təbii ki, sonradan gəlib 50 qroşunuzu gəlib bu aparatdan qaytara bilirsiniz. Amma təbii ki, bunu da hər kəs eləmir. Butulkasını yığıb, pulun gəlib götürən tayfa da var, götürməyən tayfa da var. Təbii ki, siz də öz fikrinizi rəylərdən bölüşə bilərsiniz. Mənim fikrimcə bu lazımsız bir şeydir. Tamamilə müştərinin cibinə girməkdir. Polşada da belə aparatlar var. Bunu da mən göstərdim. Bu videodan da bu qədər.